Adı kimi dadı da çox maraqlı cırdala. Bölgələrimizdə sevilən vitamin deposu adlanan cırdalanı Gəncə üsulu ilə hazırladım və başladığım işə ilk öncə 2 dəstə əmək köməci və 1 dəstə boyananı doğrayıb sodalı suda gözlə. Sonra yaxşıca yudum. Bol soğanı doğrayıb ocağa göndər. Zövqə görə sarımsağı da doğrayıb hazır saxladım. Soğan yaxşıca qızardıqdan sonra gözlətdiyim göyərtini, əvvəlcədən islatdığım yumru düyünü, 1 dəstə yaşıl soğan, sarımsağı, zövqə görə ədviyyat və duz əlavə edib suyunu tök. Limon sıxıb bişməyə qoy. Bir buğum qaynara düşəndə zirinci də əlavə et. Cırdalanın olmazsa olmazı olan sarımsaqlı qatığı da hazırladım. Əsl bu ayın, bu havanın yeməyi. Əziz izləyicilərim, siz tərəflərdə cırdala necə hazırlanır? Rəylərdə yazın. Dəstəyinizi əsirgəməyin. Abunə olub postlarımı bəyənsəniz çox şad olaram. Hələlik. Əziz izləyicilərim, göz haqqınızı da halal edin.